İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində yol nəqliyyat qəzası olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən BMW və Mercedes markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verdiyi və BMW markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Yanğın söndürən xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymuroğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib. Ümumilikdə biri qadın olmaqla 4 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.